Əgər bu videoya baxırsansa, deməli sən digərlərindən fərqlisən. Çünki çox insan belə videolara baxmır, sadəcə şikayət edir. Amma sən fərqli düşünürsən, öyrənmək istəyirsən və varlı olmaq yolundasan. Bu videoda sənə varlı insanların düşüncə tərzini, qazanc sirlərini və pulun necə işlədiyini izah edəcəm. Səbr elə, çünki bu məlumatlar həyatını dəyişə bilər. Əksər insanlar pula görə işləyir, amma varlı insanlar pulun özləri üçün işləməsinə şərait yaradır. Kasıb düşünür, əvvəl pul qazanım, sonra rahat yaşayaram. Varlı isə düşünür, sistemi qurum, pul özü məni rahat yaşatsın. Bu fərq düşüncədə başlayır. Əgər sən bu dəqiqə yalnız necə pul tapım deyirsənsə, artıq səhv yoldasan. Doğru sual budur. İnsanlara nə dəyər verə bilərəm ki, qarşılığında pul qazanım? Ən varlı insanlar hamısı bir problemi həll edib. Elon Musk nəqliyyatı dəyişdirdi. Jeff Bezos alış-verişi rahatlaşdırdı. Steve Jobs texnologiyanı insanlara sevdirdi. Sən də bu dünyada bir problemi həll elə. İstər kiçik, istərsə də böyük olsun və bax gör pul sənin arxanca necə gəlir. Əgər sənin işin insanlara fayda verirsə, pul avtomatik nəticə olur. Varlı olmaq üçün bir qayda var. Qazandığını xərcləmə, artır. Ən sadə nümunə. 100 manatın varsa, onu xərcləmə, investisiya et. O pulu sənin üçün işlədəcək bir yer tap. Bilik, bacarıq, kiçik onlayn biznes və ya sınaq layihə. İlk qazancın az olacaq, amma vacib olan odur ki, sistemi qurasan. Unutma, biraz qazanc sabah böyük fürsətə çevrilə bilər. Sən özünü inkişaf etdirmədən zəngin ola bilməzsən. Bilik düşüncəni açır, bacarıq isə səni dəyərli edir. Davamlılıq isə səni digərlərindən fərqləndirir. Çünki çoxu bir-iki gün sınaq edir, uğur gəlməyəndə dayanır. Amma əsl varlı insanlar illərlə davam edirlər. Onlar nəticə üçün yox, sistem üçün işləyirlər. Unutma, varlı olmaq üçün ən vacib addım başlamaqdır. Bir plan yaz, bir hədəf qoy, bir fikir qur. Hər gün kiçik bir addım at, amma hər gün at. Çünki uğur bir gün gəlmir, o hər gün atdığın addımların cəmidir. Əgər bu gün başlamasan, sabah kaş ki deyəcəksən. Varlı olmaq üçün ən gözəl vaxt elə indidir. Bugünlük video bu qədər dostlar. Videonu bəyəndisə kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.